Deyirlər ki, işıqlı insanın dünyaya gəlişini görmək üçün onun mütləq gür işıq altında gəlməsi heç də şərt deyil. Gərəkdir ki, bu işığı görmək üçün qara bir fonda olsun. Əks təqdirdə bu işıq bir o qədər də gür görünməz, çünki fon ona müvafiq deyil. Tofiq Səməd Mansuroğlu Kazımov. Həm zahirən, həm də düşüncə, təbiət etibarilə Səməd Mansur azad düşüncəli bir insan idi. Dərin fəlsəfi şeirlərində daim zamana, onun ünsürlərinə rişxənd eləməyi bacarırdı, zamanından, solarını duyduğundan, mövcud olduğu zamanın onu sıxmasına tab gətirməyən bir ziyalı idi. Hələ körpəliyindən, itirdiyi atasına heyrətamiz dərəcədə bənzəri olan Tofiq Kazımov da zamanından soranı duyduğundan, mövcud olduğu zamanın onu sıxmasına tab gətirməsə də, ziya və səmimiyyətlə sabaha cığır açmaqda israrlı idi. Onun çiyninə götürdüyü yük hədsiz dərəcədə çox idi. Xarakter etibarilə çılğın idi. Azadlıq sevən, müstəqil, Moskva, mərkəz mədəniyyətinin havasından çıxmadan burada qərar tuta bilmirdi. Dövrünün, məkanının həmkarları onu qəti şəkildə qəbul etmirdilər, onu dərk eləmirdilər. Səmimiyyətini bəsitlik, müasirliyini yol verilməz əllamə kimi qiymətləndirirdilər. Onun komandası da bir mənalı şəkildə onun həmfikirləri deyildi. Zaman şərtliklərinin tərəddüdü çox zaman onu tək qoyurdu. Özü ilə bərabər Avropa mədəniyyəti gətirən Tofiq Kazımov həm də yeni teatr, yeni mədəniyyət, yeni düşüncə, yeni danışıq, yeni adlar, yeni metodika, yeni forma, traktovka gətirən rejissor özü müasirliyə bir çağırış idi. Belə bir vəziyyətdə artıq bərkimiş, başqa zaman mədəniyyəti ilə formalaşaraq başqa peşəkar komandadan olanlar tərəfindən qəbul olunmağı mümkünsüz idi. Bir də Tofiq Kazımovun özü də birmənalı qəbul ediləcək şəxsiyyət deyildi. Qiyam ruhlu, ədalı, üsyankar Tofiq Kazımov teatra rejissor kimi fəaliyyət göstərməyə gələn kimi bambaşqa bir havada köklənmiş insanların ona qarşı üsyanını gördü. Teatr ona qarşı mübarizəyə başladı, amma gecikdi. Tofiq Kazımov teatrda artıq öz komandasını yaratmışdı. Bu komanda ilə o öz yolunu açmağa başladı və onları bu havaya kökləmək təbii ki, çətin idi. Çox təəssüf ki, Tofiq Kazımov bütün teatrı, bütün truppanı bu havada kökləyə bilmədi. Bu tamam başqa mövzu ki, Tofiq Kazımov tez-tez sınırdı, onu sındırırdılar. Tamam başqa mövzu ki, Tofiq Kazımov yorulurdu. Bir başqa mövzu ki, zaman Tofiq Kazımovun olsa da, məkan və onun sakinləri Kazımovun deyildi. Kazımov üsyankar idi. Kazımov nəinki Azərbaycan teatr ənənələrini, Azərbaycan gerçəkliyini bəyənmirdi. O bütün SSR-ni, bəlkə də bütün dünyanı bəyənmirdi. Tofiq Kazımov bütün inqilabçılar və şəxsiyyətlər kimi üsyan eləyirdi. Ona bəzən dissident rejissor da deyirdilər.
Tofiq Kazımov Azərbaycana gələndə öz teatrını yaratmalı idi. Tofiq Kazımov isə başqa teatra yox, məhz öz estetikası, öz poetikasında magikanları olan bir teatrda özünü ifadə etməyə cəhd elədi və bu mümkün olmadı. Tofiq Kazımov onları öz prinsipinə, öz formasına tabe etmək istədi. Tofiq Kazımov mövcud teatr mədəniyyətini sındırmağa gəlmişdi. Yeni nəfəslə axan kimi gələn gənclər Kazımova uğur, teatrın magikanlarını isə Kazımova etiraz yaradırdı. Püxtələşmiş sənətkarlar 2-ci, 3-cü, 4-cü plana keçmələrini qəbul etməli idilər. Artıq tamaşaçılar da yeni qəhrəmanları, yeni səs nəfəslərə meyllənirdi. Bu gənclər repertuarı da, tamaşaçıları da onları əlindən alırdı. Köhnə nəsil onu qəbul edə bilməzdi. Çünki onlar başqa teatr poetikasını yetişdirdiyi qocaman sənətkarlar idi. Onlar Tofiq Kazımovun ayrı-ayrı tamaşalarında müvəffəqiyyətlə, fərdi istedadla çıxış eləsələr də yenə də öz teatr estetikasına, öz teatr poetikasına sadiq qalırdılar. Tofiq Kazımovun novatorluğu teatrda qəbul olunmurdu. Bu, Tofiq Kazımovu ağrıdırdı. Onu başa düşmürdülər, o inciyirdi. Burada bir səbəb psixoloji məqamdırsa, ikinci səbəb Azərbaycan mədəni sferasının Moskva teatr mühitindən qat-qat geridə qalması idi. Tofiq Kazımov Azərbaycan teatrına Moskvadan yeni ideyalar, yeni düşüncələr, yeni dəb gətirsə də Azərbaycan teatrı bu yeniliyi, bu poetikanı qəbul etməyə hazır deyildi. Vaxtilə Ədil İskəndərov, Mehdi Məmmədov da Azərbaycan teatrına Moskva mühitindən gəlmişdilər, lakin zaman orada da dəyişmişdi. Tofiq Kazımov da bax bu yeni zamanın adamı idi. Hədələrə, təqiblərə, mübarizələrdə qalib gəlməsə də Tofiq Kazımov öz qəhrəman statusunu saxlayırdı. İyni ilə teatrdakı qəhrəmanları kimi o Azərbaycan teatrının həm Kefli İskəndər idi, həm Hamleti, həm Aydını, hardasa hərdən bir Fortinbransı idi də. Tofiq Kazımov bu fanat qəhrəmanları kimi ola bilmədi. Öz həqiqətləri ilə gurulasa da bu həqiqət yağışını yağdıra bilmədi, reallaşdıra bilmədi özünü, sonacan təəssüf. Zaman güclü fərdlərə bu imkanı heç vaxt vermir. Güclü olduğu üçün onlara məkan vermir zaman. Çox emosional insan idi Tofiq Kazımov, məni anlamırlar, mən də onları anlamıram deyirdi. Onlar zamanı saxlamaq istəyirlər, gülünç göründüklərini deyəndə başlayırlar. Tofiq Kazımov başa düşülməyəndə, pislikləri görməmək üçün başqa, asan yol tapırdı. Yaşanılmamış teatr ideyalarının, reallaşmamış teatr poetikasının acısını yatırmaq üçün ən qısa yolu seçdi Tofiq Kazımov. Tofiq Kazımov bütün Azərbaycanlılar kimi romantik bir adam idi. O öz romantikasına inamını itirmişdi. Hər hansı bir insan, hər hansı bir şəxsiyyət öz içindəki romantikasına inamını itirəndə onun içində dərin bir ironiya başlayır. Bu ironiya şəxsiyyəti uçuruma sürükləyir və buradan xilas yolu yoxdur. Çıxış yolu yoxdur ya da qurtulmağın bircə yolu var. Ya intihar, ya dəlilik, ya da içki. Tofiq Kazımov fiziki ölümündən əvvəl artıq dayanmışdı. Tofiq Kazımov Azərbaycan teatrını oyun, məsəkə, bədiylik, sənət sahəsindən çıxararaq teatrı həyatın sosial düşüncəsində, siyasi psixologiyasındakı hadisəyə və onun dərkinə yönəltmişdi. Tofiq Kazımovun vəfatından sonra ən gizli kitabçasında bu sözlər yazılmışdı. İstedad həmişə tənhalığa məhkumdur. Sonra nə oldu? Hər şey birdən bitdi. Teatr, səhnə növbəti qurbanını gözləyə-gözləyə yaşadı. Və indi nə qədər paradoksal olsa da təəssüflənirik ki, Tofiq Kazımovdan sonra hədəfdə layiqli 4-cü, 5-ci yaranmadı. Səhnənin, teatrın əsrarəngizliyinə rəğmən amansız şərtlər və intriqalar ən güclü şəxsiyyətləri belə əzir, onları amansız eləyir və alçaldır. Amansızlığını və alçalmağını dərk eləyənlər isə qəddarlaşır. Tofiq Kazımov isə bu həyatı fizioloji davam eləsə də mənən çoxdan tərk eləmişdi. Odur ki, əzilsə də nə amansız oldu, nə alçaldı, nə də ki, başqalarını alçaltdı. Çünki o Tofiq Kazımov idi. Romantikasına inamını itirərək dünyaya ancaq kinayə və rişxəndlə baxan Tofiq Səməd Mansuroğlu Kazımov idi.